İmam Aleyhisselam buyurmuştu, 50 ulduz olacak, lakin semada değil. Ona Emrik diyarı diyecekler. Onlar insanları öz dillerinde danışmaları için bir araya toplayacak ve öz yollarına davet edecekler. Emrik diyarı haosa sebep olacak ve öz nimetlerini yayacak. Şeytanın dini onlardan ortaya çıkacak. Onlar dünyanın dört bir yanına hükmedecekler ve onların bulutlardan casusluk eden gözleri olacak. Ateşi denizin altında saklayan, ateş açarak cisimleri parça parça eden ve xeyri batıran çoxlu qurğular olacak. Bəlalar Müslüman ve gayri-Müslüman torpaqlarında məzlumları qəzəbli halda təhdid edərək məhv etməyə istiqamətləndirəcək. Allah öz höccətinə Əmrik diyarı üzərində qələbə bəxş edəcək. O, itaətsizliklərinə və zalımlıqlarına görə onları lənətləyəcək. Allah Əmrik diyarını şiddətli bir əzabla məhv edəcək. Su torpağın göbəyindən qabararaq onun əyalətlərini və insanlarını udacaq.